Space TV bəzi media orqanlarında kanalın bank hesablarına həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Kanaldan Oxu-Aza verilən məlumata görə söhbət 2021-ci ildə Xalqbank Açıq Səhmdar Cəmiyyətindən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 140 min 313 ABŞ dolları məbləğində borcdan gedir. Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib. Açıqlamada qeyd olunub ki, sözü gedən öhdəliklərin vaxtında icra edilməməsinə görə məsuliyyət 2023-cü ilin fevral ayından etibarən Space TV-yə rəhbərlik etmiş Vado Karovinin üzərinə düşür. Qeyd edilib ki, keçmiş baş direktor Vado Karovin və həmin dövrdə icraçı direktor vəzifəsində çalışmış Nəriman Abdul Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirməyə əvəzinə uzun illər formalaşmış idarəetmə prinsiplərindən uzaq model tətbiq ediblər. Nəticədə kanal sistemli şəkildə zəifləyib, peşəkar media qurumu kimi inkişaf etməyə əvəzinə qeyri-sistemli və xaotik idarəetmənin təsiri altında fəaliyyət göstərib. Bunun nəticəsində maliyyə intizamının pozulduğu və strateji inkişafın zəiflədiyi vurğulanıb. Bildirilib ki, kanalın maddi-texniki bazası da faktiki olaraq iflic vəziyyətinə salınıb. Belə ki, balansda olan 24 xidmət avtomobildən cəmi ikisi işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi uzun müddət həyata keçirilməyib. Studiyaların baxımsız saxlanıldığı texniki infrastrukturun isə müasir televiziya tələblərindən geri qaldığı qeyd olunub. Açıqlamaya əsasən, həmin dövrdə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan bütün hüquqi addımların atılacağı bildirilib. Bununla yanaşı ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir. Qərarda qeyd edildiyi kimi, bu tədbir əmək haqlarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər icbari ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Kanalın normal fəaliyyətini davam etdirdiyi vurğulanıb. Space TV hazırda kanalda geniş miqyaslı islahat proqramının həyata keçirildiyini də açıqlayıb. Məlumata görə qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara verilib, yeni pavilyonlar inşa olunub, müasir çəkiliş və yayım avadanlıqları alınıb. Naxçıvanda müxbir məntəqəsi yaradılıb, yeni sənədli və televiziya filmləri, həmçinin xüsusi televiziya buraxılışları hazırlanıb. Bununla yanaşı, onlarla peşəkar kadr işə qəbul edilib, inzibati binada və həyətdə inzibati təmir, abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir LED sistemləri və monitorlar quraşdırılıb. Açıqlamada qeyd olunub ki, hazırda kanalın proqram siyasəti tamamilə yenidən formalaşdırılır. Bildirilib ki, sentyabr ayından etibarən tamaşaçılara yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları təqdim olunacaq. Məqsədi Space TV-ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə yol verilmiş ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirmək olduğu vurğulanıb.